Qızıl Hacılı kənd sakinləri uzun zamandır kəskin problemlə mübarizə aparırlar. Kənddə mövcud olan içməli su borularının əksər hissəsi xarab olub və su yaxınlıqdakı ərazidə yığılaraq qalır. Qeyd olunan problemlə bağlı sakinlər narazılıqlarını bildirirlər. Onlar bizimlə söhbət zamanı bildirdilər ki, müraciətlərinə baxmayaraq müvafiq orqan hələ də onların tələbinə reaksiya göstərməyib. Su da habdırana baxa. Qrant qırılıb. Düzəldən yoxdur. Yerə doğru zafatı doğru yerimin içinə daşımışdı. Yerimə də gəlib daşımışdı. Mən də əkdirdim ki, bir ki aynen səpim. Səpim. Onu səpəmirəm. Ayağımı gözləyirəm ki, ayağım hava açsın, onda da yerimi səpəm. Bu 2-3 günlərdə daşlı yoldaşım gəldi, düzəltdi ağzını için bəri verməsini. Tezdən qalxdı, elə düz öyümün yanına qədər göl idi. İndi demək, ha kişi deyib, gəlib demişik deyir. Heç kim gəlib eləmirlər. Ha qonşu dağırdı olur. O deyib ki, demişik deyir, gəlib düzəltmirlər, qayırmirlər. Bu su sayğaçları qoyulandan təqribən 1 il sonra bütün su kranları, köhnələr, hası ki durbalar var idi, başladılar çürüyüb oradan su axtımağa. Ona görə ki, qavağı bağlıdır, heç kəs axıtmır, sayğaçları qovublar, heç kəs də onu boş-boşuna axıdıb, özünə artıq pulu yazdırmaz. Ona görə də qrantlar bağlanandan sonra başlayır arxadan köhnə durbalar, çürük durbalar fontan vermək. Ramiz Əhmədovun o icarə torpağının başından deməli elə bir ki, bəlkə də 2 metr hündürlüyündə fontan verir. Əksər yollar elə ona görə xarab olur. Dəfələrlə deyil, 1-2 dəfə məktubla müraciət eləməyimizə baxmayaraq, çünki əhalinin şikayətini nəzərə alaraq məktubla müraciət eləmişik. Əfsuslar olsun ki, indiyənə qədər Vodokanal bizə bir cavab deməyib. Qızıl Hacılı kəndinin Nizami adına küçəsinin ərazisində də qeyd olunan problem mövcuddur. Burada əsas problem avtomobil yoludur. Qeyd olunan küçədə isə MMC Delta yerləşir. Kənd Sakrebulosunun mütəxəssislərindən biri bizimlə söhbət zamanı qeyd edir ki, məhz MMC Delta yoldan keçən su borularının yenilənəcəyi halında avtomobil yoluna asfalt qatının çəkilməsini öz üzərinə götürür. Qeyd olunan məsələ ilə bağlı Qızıl Hacılı kənd mütəxəssisi və Marneoli Su Təchizatı kompaniyasının nümayəndəsi ilə söhbət etdik. Köhnə karyer deyilən bir ərazidə şepesi var, delta şepesisi var. Onlar yolu düzəltmək istəyir. Çünki əksər orada buraxan, indi çəkdiyiniz də özünüzdə gördüyünüz dəmir yolun alt hissəsindən içməli suyun şlanq boru qırılıb oradan buraxır. Ona görə o xahiş elədi ki, əgər bunu düzəlsələr, mən yolu düzəldərəm. MMC Delta'nın ofisinə qədər, yəni karyerə qədər gedən yolun reabilitasiyası vədinə dair bizim məlumatımız var. Gələcəkdə mütləq yeni boruların çəkilməsini nəzərə almağı düşünürük. Layihə çərçivəsində bunlar planlaşdırılacaq. Qızıl Hacılı kəndində mövcud olan içməli su boruları ilə bağlı problemə dair elə Rövşən Babakişiyevin özündən cavab aldıq. Qızıl Hacılıda olan problemlə bağlı bizim xidmət 2012-ci ildə 6 metr yarım məsafədə mərkəzi içməli su borusu çəkdi. Xarab olan və kəndin daxilində yerləşən boruları isə kənd sakinləri öz qüvvələri ilə düzəltməlidirlər. Çünki bu bizim xidmətin balansında deyil. Ümumiyyətlə biz işlərin keyfiyyətini yaxşılaşdırmağı düşünürük. Bu məqsədlə dünən munisipalitetin icra başçısı ilə söhbətimiz oldu. Hələlik planımız var ki, yalnız Qızıl Hacılıda deyil, bütün Marneoli munisipalitetində içməli su borularının yenilənməsi olsun. Qızıl Hacılı sakinləri uzun zamandır problemin həllinə çalışırlar. Onların öz kəndlərinin qayğısına qalmaları hansı nəticəni verəcək və yerli özünü idarə problemin həllini həyata keçirə biləcəkmi? Yeni bir vədin həyata keçirilməsini gələcək göstərəcək. Yeni Dioqnisi sakinləri illərdir yeni məktəbin tikiləcəyini gözləyirlər. 20 il ərzində şagirdlər müxtəlif binalarda oxumalı olublar. Hal-hazırda isə onlar kiçik binada təhsil alırlar. Bina tədris müəssisəsi standartlarına o qədər də uyğun deyil. Yeni məktəb layihəsi və tikintinin başlayacağına dair verilən vəd illərdir ki mövcuddur. Qeyd olunan vədi Təhsil Nazirliyi bu il yerinə yetirdi. Məktəbin tikinti işlərini New Construction kompaniyası həyata keçirir. Kampaniya nümayəndələri indiki mərhələdə torpağın qazılmasının ilk işlərini yerinə yetirirlər. Bu işləri New Construction həyata keçirir. Bu Təhsil Nazirliyinin tələbi ilə yerinə yetirilir. Fevral ayında işlərə başlamışıq. İşlər maksimum 1 il davam etməlidir. İndi qazıntı işlərini yerinə yetiririk. Hava yaxşı olsa bir həftəyə başa çatdırıb tikintiyə başlayacaq. Məktəb layihə olaraq 144 şagird üçün nəzərdə tutulub. 2 mərtəbəli infrastruktura baxımından təchiz olunmuş, hər bir şəraiti olan bir məktəb olacaq.
Məktəbin tikilməsini şagirdlər və müəllimlər böyük sevinclə qarşıladılar. 20 ildən sonra onların 1 il ərzində yeni məktəbləri olacaq. Kampaniya nümayəndələrinin bildirdiyinə görə çox güman ki, yeni tədris ilindən şagirdlər artıq yeni məktəbdə təhsil alacaqlar. Yalnız mən və şagirdlərimiz deyil, bütün kənd bu məktəbin tikintisini gözləyirdi. Bizim buraya aid olmağımızın prosesi bugündən başlayır. Bugünü hamımız gözləyirdik və nəhayət ki, gördük. Əlbəttə ki, çox sevinirik. Normal şəraitdə təhsil ala biləcəyik. Həm şagirdlərin istədiyi kimi şərait olacaq. Məktəbin tikintisinə valideynlər, bütün şagirdlər hamı sevinir. Bundan sonra dərslərin vaxtında keçirilməməsi üçün səbəblər də olmayacaq. Hamıya təşəkkür edirik ki, bizim üçün yeni məktəb tikirlər. Yeni məktəb 15.000 kvadrat metr sahədə tikiləcək və onun tədris müəssisəsi üçün lazım olan hər bir şəraiti olacaq. Rusiya tərəfindən təzyiq göstərilən halda Stefan Füle Gürcüstana Avropa İttifaqının tam dəstəyini vəd verir. Bu haqda genişləndirmə və qonşuluq siyasəti məsələləri üzrə Avrokomissar Gürcüstanın Xarici İşlər Naziri ilə birgə baş tutan brifinqdə bildirib. Füle Ukraynada gedən hadisələrə də rəy bildirib və qeyd edib ki, Rusiya tərəfindən aqressiyanın davam ediləcəyi halında Avropa İttifaqı düşünmədən lazımi addımlar atacaq. Assosiasiya olma müqaviləsini imzalayana qədər Rusiya tərəfindən gücləndirilmiş təzyiqin olmasını Maya Panjikidze də istisna etmir. Bunun gümanının əsasını isə Soçi Olimpiyadasından sonra Rus sərhədçiləri tərəfindən sərhəd məftillərinin çəkilməsinin bərpasını qeyd edir. Vladimir Putinlə Georgi Margvelaşvilinin görüşü planlaşdırılmayıb. Xarici münasibətlər məsələsində prezidentin məsləhətçisi izah edir ki, oxşar səviyyədə tədbirlər replikaların əsasında hazırlanmır. Vano Macavaryaninin sözlərinə görə dialoq istəyi olan halda Rusiyadan birbaşa mesaj gələrdi. Avropa İttifaqının adı ilə Gürcüstan patriarxını əmin edirəm ki, Gürcüstanın ənənəvi dəyərlərinə qarşı heç bir qəsdimiz yoxdur. Bu haqda genişləndirmə və qonşuluq siyasəti məsələləri üzrə Avropa İttifaqının ali komissarı bildirib. Stefan Füle'nin sözlərinə görə Avropa İttifaqı yalnız beynəlxalq şəkildə tanınmış normalara dəstək olur. Xüsusən isə tolerantlıq, insan dəyərləri və ləyaqət hüquqlarına. Avropa komissarı və Gürcüstan patriarxının görüşü 4 mart tarixində qeydə alınıb.